soruşulanlara deyirəm, gördüm uje 1000-ə çatırsınız. Deməli, oxuyub, görüb mahnını dəyişməmək üçün görüb ki, o mahnı gedir. Ya Allah, asırlardı yalnızım, peşmanım alın yazım. Bax, mənlə bərabər bunu hamınız evdə oxuyun. Buna səs zad lazım deyil. O Manafın səsini gördüm. Abala, burada zəngülə yox, burada xırdalıq yox. Bunu elə nənəm də oxuyurdu. Burada nə var ki, hələ bir bunu da oxuyanmasın. Bunu elə belə səhifənizə reklam lazımdır, mən deyim. İndi bunu səhifə adminləri eləyəndə əhəmiyyət vermirik. Elə mən öz adıma deyirəm. Bunu yaşını başına almış, nədənsə abijnik qalan hansısa adını jurnalist qoyan, jurnalist deyil. Onlar jurnalist və səhifə adminləridir. Bir qabağıma çıxıb orada kommentdə yazdım ki, məsələn, səhifə adminləri ki, Manaf sənətkardır. İndi baxın, mən yenə deyirəm, ona Arif Babayev dəyərli, Allah rəhmət eləsin, xalq artistimiz dəyər verib. Habil Əliyev elə bir insan olub ki, nə hədiyyə baxmaz, nəyəsə baxmaz. O kişi ağa ağ deyib, qarıya qara deyib. Özü də ondan tərifi, barmağınızı qatlayın, görün Habil Əliyev kimi tərifləyib indiyə qədər. Heç kimi. Bir dənə mənim bu cümləmin qabağına yazın, qoyun. Arif bəy, sən mənim səhifəmdəsən, səni blok elədim, sən bu gözəllikdən məhrum ol. Gediliyivdə ağzı əri göz çaş arvadına bax. Qoy bir dənə boğazımı yaşlayayım. Mən tərifləmirəm canım, görünən kəndə nə bələdçi. Manaf Ağayevin dili də var, danışığı da var, dişi də var. Hər belə hüququnu da bilən adam. Mən verilişimdə afətlə üzünə hər gün bir mövzunu müzakirə edirik. Ayçı qurtdular. Cavanşir Məmmədovu çərrətdiz. Çərrətdiz də, fakt bilirik də çərrətdiz. Nə istəyirsiniz? İndi baxın. 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 Bir dənə bu videoya gəlin baxaq. Görün, bunu paylaşın da. Bəli, Vidadi Bərdəli, təkrarsız səs, tacir, təkrarsız səs, Manaf Ağayev, rəhmətlik Abdullayev yolu oxuyur da, o Füzulidən kişinin adını yazım, Ağabala yolu oxuyan, tək-tük yeganə sənətkarlarımızdandır. Nə istəyirsiniz? Ceyhun bəy, anam yaxşı bilir o yerləri. Biz hamımız alim, professor adamlarıq. O yerlərdə anan gəzir, söhbətimi bölmə, ağzı əri göz çaşın adamı. O şeyin sifarişini də kim verib? Ağzı əri gözü çaş. Bizi bir ara söydürürdü oradan-buradan şeylərə, adamlara. İndi baxın, gəlin bu videoya baxaq. Ustanın balasından şagird olmaz. Manafın özündən də güclü oxuyan qardaşları var. Onun Zahid kimi sənətkar qardaşı var. Siz nəyə qoyub, nəyə axtarırsınız? Manafın güya Xancalının qaşı mı düşdü ki, sən o videonu paylaşmaqla? Heç Manaf Ağayev açığı bəlkə də ona cavab vermək istəyər, bilmirəm. Buradan ona səslənərəm ki, Ağayev, ümumiyyətlə mən rica edirəm bu şeyləri. Mən düşünürəm ki, o mənim bir mahnımda necə deyir, haqlı düz yolu seçər, haqsız olan and içər. İt hürər, karvan keçər, mənim vecimə deyil. Yəni, qəti əhəmiyyət verməyin. Yəni, belə baxaq, gəlin videoya baxaq. Baxın. Halk budur. Geçmərəm. Millete bakın, millete. Mikrofonsuzdur. Ben indi buna özünüz bakarsınız.
spama getməyim deyə videonu çox göstərə bilmirəm. Əslində bəlkə də bununla da spama gedərəm. Amma bu məsələnin 50%-ını abijnik qalanlar eləyibsə də 50%-ında Ağzəyri Gölçə Şəhər Qılçanın da əli var. Çünki mən burada o faktları göstərməyəcəm. Yəni deyir, dostumun dostu mənim də dostumdur. Dostumun düşməni mənim də düşmənimdir. Belə bir məsələ. Bir dənə tatlı yeyəlim, tatlı konuşalım. Bir dəqiqə üzr istəyirəm. Biz hər gün Snickers yeyirik. Bir dənə üzr istəyirəm. Ekranı tıklayın. İndi gəlirəm əsas məsələ. Buradan müğənnilərə üzümü tutub deyirəm. Ələxsus Füzulilərə. Yerdə qalan elə fərq yoxdur. Qarabağımız olsun, Azərbaycanın digər bölgələri olsun. Manaf Ağayevin ansamblında səhv eləmirəmsə qarmon çalanı idi. 5 il əvvəl, 6 il əvvəl pandemiya vaxtı mən şahid oldum. Rəhmətə getmişdi o adam o vaxtı. Biz deməli ondan əvvəl də toya düşəndə məsələn 8 nəfərə pul bölür. 9-cu bölgünü qırağa qoyur. Danışanda deyir, demə deyir. Sən deyir, onu deyəndə götürüb da, bizim insanların bəzənində bir şey var axı. Deyirsən, götürüb daha da, deyir, demə də, deyir, mənim dilə dişə sal, mən deyəcəm. 8-ci payı qoyur. Dedik, bu nədir? Onun rəhmətə gedən ansamblında bir kişi var idi. Hər toy qutaranda onun evinə, sanki o kişi yaşayır, onun evinə o pulu göndərirdi. Oncasını deyəcəm, ha. Biz almonlasıyıq da, almağı öyrəşmişik. Bizim müğənnilərdən bircə insanın harasa xeyriyyəçilik elədiyini kişilərdən görənməzsiniz. Qadınların da çoxu niyə eləyir, o özünü göstərənlər. Ay canlarım, öz pulunu eləmək olmur. Kimdənsə alıb verir, nağarır, neynir. İnsan əziyyətlə qazandığı pulu eləyə bilmir. Namiq Əskərov, atanla səhv salma, səni blok atdım. Bu belə. Onda mən Mehmet müəllimlə ailə qurmamışdım. Sankt-Peterburqda bir ana bala qalmışdı. Pandemiya təzə girəndə. Kimə deyim mən, yalvarır, arvadın səsi hələ də qulağımdadır. Bax, buradan üzümü tuturam sizə. Sənin də, balanın da biletini Manaf Ağayev aldı. Niyə belə məsələdə bircə dənə bax yazmırsınız ki, mən demirəm ki, yalan yaz, olanı yaz. İndi müharibə vaxtı olsun, yardımlar olsun, pandemiya vaxtı, onları da deməyəcəm, görmüsünüz. Sonra bütün show biznesi olsun, tanınan müğənni, tanınmayan müğənni, musiqiçilər hamısının ölüsündə də, dirisində də, xeyrində də, şərində də yuxarı başdadır. Özü, başının dəstəsi gedir o, ölüyəsini qoymur özünü itirməyə. Manaf ora getdirsə, deməli ətrafında da bir 10 adam aparır. Ən aşağı orada pul göndərirsə, iri bir məbləğdir, deməyəcəm. Bunun hansı birini deyim? Ay müğənni. Səndə var, Elbəyini bir dənə yığardım. WhatsApp-la. Niyə? Məni yığır. Bir də buradan qoy yığım Elbəyini bir dəqiqə. Var nömrəsi? Hə. Dostlar, gəlirəm indi. Roma Dağıstanlı, salamlayıram. Siz də bir ara olanları, həqiqətləri çatdırırdınız. Sonra sizi görmədim mən sosial şəbəkədə. İnterneti səndən götürmüşəm. Şey olacaq, kəsiləcək telefonum. Uzaq getmə. Ehtiyac yox. Nə? Seçdiyin yoxdur. Yox, ehtiyac yoxdur. Hə, internetim gedəcək. Dondum. Uzaq getmə, internetim gedəcək. Dostlar, mənə hərdən deyirlər, sənin nəyinə lazımdır? Bax, həmişə bu sözü eşidirəm. Siz onu bilin ki, vicdanı olan adama lazımdır. Mən demirəm ki, dav eləyək. Olanı deyirəm də. Kimin evində yeməyə çörəyi olmur, müğənnilərdən yığanda, ay Manaf Ağayev kömək elə. Ay kömək eləyir, vay. Eləmir, vay. 5 dəfə eləyir, 6-cı dəfə insandır da, eləyə bilməyəndə başlayırlar. Falan şey elədim. Roma Dağıstanlının özünə Manaf Ağayev nə qədər kömək eləyib. Mən bildiyimi deyirəm, ha, Romanın özünün dediyini deyirəm. Sosial şəbəkədə həmişə deyib. İndi ola bilər, bu yaxından başına iş gəldi, Allah kömək olsun. Valla mən Rusiyadayam, buradan ora əlimiz yetmir. Mümkün deyil də, yəni əvvəlki kimi deyil. Yəni indi bir dəfə tutaq ki, hoyunuza yetməyib, onda deyir, ay mənim 10 dənə yaxşımı qoyub, bizim kənddə bir arvad var idi. Ay mənim 10 dənə yaxşımı qoyub, bir dənə pisimi danışan. Şeydə, ha, internetim getməsin, hə. Gəlirəm təzdən nəyə? Yardımları da
Baxın, görün, ondan çox qazananlar var. Görün, bircəcik bir yardım elədi mi? Kimləri deyim? Bu insan, ay müğənnilər, hamınızın, onun sizə ehtiyacı yoxdur. Siz onun adından fəxr edirsiniz, qohumlarınıza deyirsiniz ki, Manaf Ağayev mənim toyuma gəlib. Tanınan da, tanınmayan da, başının dəstəsini yığır, gedir oradan, Yevlaxda bir tanınmayan bir müğənninin xeyrində, şərində iştirak edir. Oradan, bax, buradan üzümü tuturam. Elə heç mən kənara çıxmayacağım. Ay Qarabağın gözəl, dəyərli müğənniləri, ələxsus xanımlara deyirəm. Ülviyə Namazovaya üzümü tutub deyirəm. Nə qədər Manaf Ağayev sənin məclislərinə gəlib iştirak edib? Manafın sənə ehtiyacı yoxdur. Sənət yoldaşındır. Niyə çıxıb danışmırsan? Bahar Lətif qızı, bu şou camiyyəsində, sənət aləmində sən də bilirsən, mən də bilirəm. Oradan Şəbnəmə deyirəm, üzümü tutub deyirəm. Manafın təriflədiyi Vəfaya üzümü tutub deyirəm. Hamımıza çətin gündə kimi yığacaq bir dənə Manafı? Çətin gündə mənim həyat yoldaşım var. Mən 5 ildir ailə qurmuşam. Deyirəm, 5 ildə Manafla 5 dəfə bayramlaşmamışıq. Mənim oğlumun toyu günü mən heç vaxt itirmərəm. Mənim özümə Kaliningraddan zəng elədilər ki, 7 oktyabra Manafla sizi toya istəyirik. Dedim, yox, mənim oğlumun toyudur. Manaf Ağayevə yönəltdim. Baxırlarsa ev sahibləri. Manaf Ağayev dedi, yox. Dedim, nə yox? Dedi, sənin oğlunun toyu deyil. Dedim, nə dəxli var? Get pulun qazan. Dedi, Afət xanım, sənin 5 oğlun olsa, 2 oğlun olsa. Deyərəm, bu dəfə gedim, o biri uşağının toyunda iştirak eləyərəm. O adam 15.000 dollarından qaldı, getmədi. Mən bu gün özümə borc bilirəm, bəli, mənim borcumdur. Həm borcumdur, həm də bir vicdan borcumdur, həm də ki, bir insani, vallahi heç tanımasam da bunu, mən yalan danışmıram ki. İndi də, dostlar, sosial şəbəkədə bəzən mən də rastlaşıram sizdə, gözdən salma amaçlı videolar olur. Mən bugünkündən danışmıram, ay oxuyanmadı, səsi qaçdı, Manafın öskürəyi də oxumaqdır. Gəl mənlə danış oxumağı, mən sənə, o kişi xeyli ağıdır, o qarışmır belə şeylərə. Mübarizənizi kişi kimi aparın. Amma İbrahim Tatlısəsin səsində olmuyor, xırıltı, xışıltı. Görün, bir dəfə İbrahim Tatlısəs üçün elə bir video çəkib qoyulur, nə varıb ki orada? Hə, söhbətdən yayınmayayım. Bizi yadınızda xaricdən söydürürdülər. İndi biraz dayanıb. Dostlar, siz bilirsiniz mən azdan çox. Mən bu barədə aidiyyatı qurumları o vaxtı şikayət eləmişəm. Allahımıza and olsun. Manafı da, məni də, Təranə, Qumralı da bir dəstə. Bax, bu müğənnilər kimlər ki söylürdü, mən əsas özümüzü deyirəm. Mənim əmdə faktlar var idi, vaxtı ilə aidiyyatı qurumlara təhvil verdim. Pul müqabilində bizi söydürürdülər. Bizi söydürürdülər. Bunu da kim eləyirdi? Ağzı əyri, gözü çaş, əyri qılça. And olsun Allaha, and olsun tək oğlumun canına. Bəs mən sizə deyirəm, siz inanmırsınız. Nə inirdi? Onu da yolunu vaxt demişdim də səhifəmdə qalıb. İndi deyirsiniz, gəlib orada oturub danışıram. Mən bunu Bakıda oturanda danışmışam. Səhifəmdə var, gedin 2020-ci ildə, 21-ci ildə videolarıma baxın. Məhkəmə nə oldu? Utdum da məhkəməni. Bu vaxta qədər 3 nəfər məhkəməyə verib, ikisi mənə uduzub, birindən də hələ başlamamışıq. Hə, mən fikirdən yayındırmayın. İndi bəzən, məsələn, belə insanlar var ki, hamı Afət Fərmanqızı kimi düşünmür ki, hamı Roma Dağıstanlı kimi düşünmür ki, hamı burada Hüseynova var, burada nə qədər Qarabağ adlı izləyicim var. Hamı bizi kimi bu mətbəxi, bu camiyyəni bilmir. Sadə insandır, elə bilir ki, oradan şey deyilirsə, deməli belədir. Dostlar, vallahi biz müğənnilər, bizim ən pisimiz də yaxşı yığa biləsiniz. Biz sizə toy arzu edirik. Bizim sizlə nə qəsd qərəzliyimiz ola bilər? Ola bilər, hərdən tutaq ki, maşınla gedir, neyləsin, bu adam eşək arabasında getsin, 50 ildir oxuyur, palatkaların tozub ciyərinə dola-dola, nə zülümlə oradan oraya, balalarınızın toyunda gəlib oxuyur da, gəlməsin. Şey arzu eləyək, molla deyil ki, hüzür arzu eləyək. Biz deyirik, toy olsun da. Toy eləyin, gələk. Nə qədər insanlar, indi bunlar valla danışdıqca biraz cılız görünür də, elə bir ki, sanki müdafiə kimi bu adamın güya müdafiə edir. Onun müdafiə zaten ehtiyacı yoxdur, mənim verilişimdir. Deyirəm ki, türklərin, mən Avropaya getmirəm, bu boyda səsi olan Küçük Əmrah, götür bəni, getdirə. Bakıya gələndə özünüzü belə-belə lezvalıydınız. Yazın da, bu cür videolar gələndə boykot eləyin. İndi spam atacağım, göy qalıçqan var. Həmən səhifələrin hamısını, bax, mən Afət Fərmanqızı, mənim zövqümü korluyursunuz, yalan məlumat yayırsınız. Bundan sonra hamınızı spam atacağım, vurduracağım. Yığışdırın videoları.
Bir adam mənə yazmır ki, səhvdir. Mənə kim yazır səhv deyirsən? Ağzı əri göz çaş, əri qılçaq. O və onun komandası. Və salam. O da 3-4 nəfərdir tənə iti kimi. Onu da məhv eləmişik, aşırtmışıq. Da qocalıb. Da 70-ə çatıb. Mən onu hörmət eləyib 60 deyirdim. Özüm hörmət eləyirdim birdən o məsələdə. Ağıllı ol. Hə. Dostlar, indi gəlirəm əsas məsələyə. Bax, Əflatun Qubadov da dəyərli sənətkarımızdır. Elə yaxşı adını yazdınız. Həmişə Manaf Ağayevlə səhnələrdə. Bütçə dənə burada bir insan çıxsın desin ki, mənə $1000 yardım edin. Gözəl də qazanır ha. Əflatundan imkanlı müğənni yoxdur. Pis fikirlə demirəm. Allah özünə qismət eləsin. 20 il əvvəl duetlər də oxumuşuq. Özü təklif eləmişdi, özü də. Ondan sonra bax, buradan Əlikram Bayramov dəyərli sənətkardır. Hamısına hörmətim var. Heç biri qarışmır bu şeylərə. Ha, deyir, eləyirsən, vay, olmuşsan. Onları da qınamayın. Onları elə günə qoyacaqsınız ki, onlar işini bilir. Elə düzünü onlar eləyir. Elədikcə diqqət mərkəzində olub çox söyülürsən. Güya Əlikram mı eləməz ki, güya Əflatun mu eləməz ki, hamısı da eləyər. Amma peşman eləyəcəksiniz. Manaf bəy də əvvəldən olmayıb bicdiyi, deyib, yazıqdır, yazıq. Kim eləyib? Bax, Eldar bəy, yazında kimlər eləyib, kim kimə nə qədər yardım eləyib göstərin də. Hansı adlarını kimə ərkilirəm, onun adını çəkirəm. Ona görə Əlikram müəllimin, Əflatun müəllimin, kimi demək, kimlər var gündəmdə olan yaxşı qazananlardan, kalendarın toya gedən. Yazın görüm. Xəbər sitəsi. Deyir, Azərbaycanda deyir, toy yoxdur. İndi məhərrəmlikdən sonra da yenə də bilirəm ki, oradakı müğənnilər buradakı toylardan ötürü. Mən Manaf Ağayeva vaxtında dedim, səni burada Rusiyada yaşayan Azərbaycanlılar həddindən artıq çox istəyir. Sənin yerin buradır. Gəl burada. Orada, mən demirəm, orada da sevilir. Amma burada sənə böyük ehtiyac var. Sənə böyük ehtiyac var. Sonra Vasim Məhərrəmli buradan salamlayıram, dəyərli sənətkarımızdır. Çıxsınlar desinlər ki, filan kəsə əməliyyat elətdirmişəm. Qaziyə maşın aldı Manaf. Onda da bir söz qoşdunuz. Eləyir vay, eləmir vay. Nədir, nə verib alanmırsınız? Nə istəyirsiniz? Bəli, sənətkardır. Neynəməlidir ki? Oxumaq deyirsən, səsi var. Gərək indi düzdür, müəyyən kriterlər var ki, o çərçivədən çıxmayanda hesabat konsertləri ad verirsən, ad verirlər də. Güya elə ad olanlar var ki, harası artıqdır ki, Manaf Ağayevdən. Bir dəfə pandemiya vaxtı idi. Mən gözümdə var, musiqiçisi. Onun böyrəyi dəyişməli idi. Oturub dedi 15.000 mən qoyuram. Elə bildim borc verir. Dedi, bax, ayrı müğənnilər də var da. Hamımızın dedi zapisimizdə gəlib, hamımızın. Elə adını da deyəcəm, Məhərrəm bəyin, yəqin sağ-salamatdır, skripaç Məhərrəm üçün. Dedi 15.000 mən verirəm. Da sonra bilmədim nə oldu, nə olmadı. Dedi, yerdə qalanı da tapın, düzəldin də. Buradan mən yalan danışa bilmərəm ki. Yığar deyə niyə yalan danışırsan? Sonra bir musiqiçisinin göldə batmışdı, dənizdə batmışdı, bilmirəm. Getdi ona nə cür qara mərmərdən. Hələ mən atamanam, ondan düzəltdirə bilməmişəm. Bu boyda da işləyirik, pul qazanırıq. Getdi qara mərmərdən o musiqiçiyə elə bir başdaşı düzəltdirdi ki, yana-yanadan orada ağladı. Yəni, bilirsiniz nə tərdir? Adam danışdıqca da əsəbləşirəm. Ona görə ki, ümumiyyətlə, doğru danışan 9 köydən qovurlar. Haqq olur Manafa. Mən ona vaxtında dedim, gəl burada Rusiyadakı Azərbaycanlılar üçün oxu. Çünki orada elədikcə, bax orada bu cür səhifə adminlərinin şər şamatasına məruz qalırsan. Elə cəmiyyət var, o cəmiyyətdə yaşamaq vaxt etkisidir. Dünyada bizim dövlətdən gözəli yoxdur. Dünyada bizim millətdən gözəli yoxdur. Amma elə içimizdə pisləri də var ki, o 5-3 pisə görə o cəmiyyət deyir, bir dənə nə bilim, nə mənə dana, bir naxıda bilirsiniz, belə bir el misalı var. Mən həyatım atalar misalı üzərində yaşayıram. 5-3 nəfər də bəs eləyir. Bu dəstənin rəhbəri də əvvəl ağzı əri gözü çaş idi. İndi də onun ətrafı, zadı özü də əli açıq idi. Əvvəl o kişi onu qoyub qaçmayana qədər pullar dağıdırdı. Yaz, həyat